Bugün yıl çərşənbəsini sizinle birgə Qaradağlı kəndinin mərkəzində böyük sevinç və coşku ilə qarşılayırıq. Bugün əsən küləklər dünyanı gəzir, suyu, torpağı və odu oyadaraq bizi əsl bahara hazırlayır. Arzu edirik ki, bugünün mehi evinizə bolluk, bərəkət və sizə can sağlığı gətirsin. Bayramınız mübarək olsun. Hörmətli tədbir iştirakçıları, indi isə növbə bayramımızın ən gözəl və rəmzi anına, bayram tonqalının alovlandırmağa çatır. Baharın gəlişini xatırladan bayram tonqalını alovlandırmaq üçün sözü rayonumuzun rəhbəri Cənab Müstəqim Məmmədova veririk. Buyurun Cənab Başçı. Bizim müqəddəs şəhidlərimiz, qanizlərimiz torpaqlarımızı qorudular, ərazi bütövlüyümüzü təmin etdilər. Bizə də düşən onlardan qalan əmanəti sağ-salamat olduğu kimi gələcək nəsillərə çatdırmaqdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bayrağımız daim uca zirvələrdə dalğalansın. Yanar ocaqlarımız sönməsin, axar sularımız qurumasın. Mən Dədə Qorqud sizin için dua etdim. Amin deyin. Mən Bahar qızı olaraq bayramımızı təbrik edirəm. Əziz qəhrəman tərtərlilər, hörmətli kənd sakinləri, çox hörmətli şəhid valideynləri, şəhid övladları, bugün müqəddəs Ramazan ayında yıl çərşənbəmizi qeyd edirik və bugün yıl çərşənbəsini ənənəmiz olaraq rayonun böyük kəndlərindən olan Qaradağlı, Yenikənd, Kəngərli, Kəbirli kəndləri ərazisində keçirik. İlk öncə hər birinizi bu bayram münasibətilə təbrik edirəm. Novruz bayramı bərabərlik, Novruz bayramı həmrəylik, Novruz bayramı dostluq, qardaşlıq, Novruz bayramı belə deyək də insanların bir-birinə, ailələrinə getmək, ailələrini ziyarət edir. Ən əsaslı ağsaqqallara ziyarət, kiçiklərə qayğı göstərilməsi üçün olan bir aydır, bir bayramdır. Mən bu bayram münasibətilə hər birinizi təbrik edirəm, hər birinizə uzun ömür, can sağlığı arz edirəm. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev daim Azərbaycanın rayonlarında olarkən, məcburi köçkün qardaş bacılarımızla görüşərkən həmişə deyirik ki, vaxt olacaq biz işğaldan azad edəcəyimiz torpaqlarda bayram tonqalları çatacaq və bu arzunu möhtərəm prezidentimiz, ailə başkomandanımız öz dəmir yumruğu, öz şirin canlarını bu torpağa, bu elə, bu obaya, bu xalqa fəda edən oğullarımız, şəhidlərimizin və öz əzalarını bir hissəsini itirmiş qazilərimiz sayəsində torpaqlarımız işğaldan azad olundu. Və ardıcıl olaraq 6-cı ildir ki, işğaldan azad olunmuş ərazilərimizdə bayram tonqalları çatılır. Bu bayram tonqalları daimi əbədi olması üçün bütün Azərbaycan xalqı həmrəy oldu. Bütün Azərbaycan xalqı ordu ilə xalqın birliyinin biz təminini görürük. Bu onu göstərir ki, məhz möhtərəm prezidentimiz, ailə başkanımız İlham Əliyev cənablarının, eləcə də birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın tapşırığı ilə işğaldan azad olmuş ərazilərimizdə məhz Azərbaycanın öz vəsaiti hesabına abadlıq qurucu işləri aparılacaqdır. Allah tutulan oruçları, qılınan namazları qəbul etsin. Azərbaycan xalqının həmişə qapısında, elimizdə, obamızda belə xeyir işlər olsun. Bir daha bayramınız mübarək, təbrik edirik. Xeyirli olsun.
İstifadə edirsiniz yoxsa tədbirə görə? Çok qəşəng hazırlayır o şeyləri. Bu əsas. O da gəlir. Təbrik edirəm hər birinizə. Allah həmişə qapınızda xeyir işlər olsun, ruzunuz bol olsun, məhsulunuz bol olsun, insanların hamısının halı yaxşı olsun. Təbrik edirəm hər birinizə. Sen de güzel balasın. Adın neyse? Gel buraya. Neçə yaşın var? Güzel qayıtmışsınız. Bayramınız var. Sağ ol. Alkış gelsin böyle. Taşın 3'ü 72 kilodur. 3'ü. 4'ü. Baharın elçisidir Bəzəylin əlbətlər Yordum olsa yaz gəlir Biz barışdın ki sənlə Alət sizə yar olsun Sevinərlər kederlər Yordum olsa yaz gəlir Biz barışdın ki sənlə Alət sizə yar olsun Sevinərlər sevərlər Şəkər bura paxlava Bəzəylin olsun Bahar bizə yaraşır Orada bir de oklar. Vur. Hücum. Hücum. Her tarafta bir tonda yıldızla yarışır Evlerimiz bezensin bayrama karışır Her tarafta bir tonda yıldızla yarışır Severin azlı gelip ince delinde şener Baharın elçisini bezendiler bekler Severin azlı gelip ince delinde şener Kızlar elinde kıla onsa düşür yan yana Bahar gece yanaşır Azerbaycan'a Şeker bura pahlava Bezeydirir Honsa'ya Bahar gece yaraşır Azerbaycan'a Şeker bura pahlava Bezeydirir Honsa'ya Bahar gece yaraşır Azerbaycan'a Küfrelere şan düzü Bu yazımız sil olsun Şöyle sersanar olmuş Diline bizim olsun Severin azmı gelin ince belinde kemer Baharın elçisidir Bezelin elbekler Yaz gelir tez barıştın şu senler Hale size yar olsun Sevilenler severler Şeker bura pahlava Bezel gelir Honsa'ya Bahar bize yaraşır Azerbaycan'a Kızlar elin yakına Honsa bizim yan yana Bahar bize yaraşır Azerbaycan'a Akşamınız hayırlı olsun, bayramınız mübarek olsun. Karşına ben deyim gülüzdü sana Ömrümün şam yapı
düştü. Başına döndüğüm gülüzlü şana, gönlümü de şah yapıma düştü. Sen bizim ellerin ruhuna bilirme, bizden etkilemiş bileziz ona. İnşallah kızların düşler yana. Elini saymalıdır, yarıma düştü. Elini saymalıdır, yarıma Gülmene baş çəkir yerlər ağır, Axşamasa dolur ayıqlar. Bizim gəlinlərin bayramda varır, Hər sənin daymağın yadıma düşdü. Hər sənin ayvağın, hər sənin ayvağın yadıma düşdü. Sən bizim əllərin ruhuna bilmən, bizdən izləmiş biləzik olar. Sevgilim seyret bak burada geldik varım. Sevgilim seyret bak burada geldik varım. İlatır kalbimizin en şirin arzuları. İlatır kalbimizin en şirin arzuları. Anladır arzuları her zaman Karabağ. Danışan değil dudağım tam çaman Karabağ. Karabağ'dan Karabağ ana yurdum. Anadır arzulara her zaman Karabağ. Danışan değil dudağım tam çaman Karabağ. Karabağ'dan Karabağ ana yurdum. Karabağ'dan Karabağ ana yurdum. Bu çamanlarda gezip Vakıf'ın çok güzelliği. Anadır arzulara her zaman Karabağ. Danışan değil dudağım ta çaman Karabağ. Karabağ'dan Karabağ ana yurdum. Karabağ'dan Karabağ ana yurdum. Bu çamanlarda gezip Vakıf'ın çok güzelliği. Karabağ'dan Karabağ ana yurdum. Oy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü. Gəl düşən Azərbaycan. Azerbaycan elimdir, dolu
Yolun